Salam dəyərli izləyicilər. Bu günləri bir debat ilə qarşınızdayıq və debatımızın mövzusu bildiyimiz kimi tarix boyu Tanrı məsələsi ən çox və ən qızğın müzakirə mövzularından biridir və hər din, hər ideologiya özünə xas bir Tanrı konsepsiyası tərtib edib. Bugünkü mövzumuz da məhz bu istiqamətdədir. Tanrı əslində necə olmalıdır? Qonaqlarımız ilk öncə Onlar da platformasının qurucusu Ziya Balıyev və araşdırmaçı Etibar Tağıyev. Qeyd edək ki, tərəflərin öz ideoloji tərəflərini təqdim eləsək, Ziya bəy müsəlman şiədir, Etibar bəy isə araşdırmaçıdır və non-teistdir. Və ilk öncə istəyirsiniz sözü Etibar bəyə verək, özünü daha ətraflı istəsə təqdim etsin və mövzuya giriş edək inşallah. Buyurun. İlk növbədə hər kəsi salamlayıram. Xoş gördük. Çox xoşdur mənim üçün də bu mövzunun müzakirə olunmağı. Adımı təqdim elədim və düşüncəm budur ki, bir insanın bu həyatda məqsədi bu həyatın nə məqsədlə mövcud olduğunu araşdırmaqdır. Bundan başqa mənim fikrimə görə hansısa bir yol uğrunda mübarizə aparmaq əbəs yerədir. Çünki bu həyatda hər nəyə nail olsaq da 50, 60, 70 illik bir müddətdir. Bundan artıq bir nailiyyətimiz ola bilməz. Ən varlı insanlar belə çox kiçik bir ömür yaşayırlar. Yəni 70-80 illik maksimum. İnancım araşdırma üzrə həyatımı qurmuşam. Yəni bu araşdırmanı bütün həyatıma tətbiq etmişəm. Və araşdırmalarım nəticəsində, duyğularım nəticəsində belə bir qənaətə gəlmişəm ki, heç bir dinin təqdim etdiyi Allah həqiqi Allah deyil. Bunu həm məntiqimlə və yenə də deyirəm, duyğularımla, həmçinin oxuduqlarımla bu günləri bu masada yəqin ki, ortaya qoya biləcəm. Düşüncəm budur yəni. İlk təqdimatım budur özümü. Mən də salamlayıram hər birinizi və Etibar bəyə təşəkkür edirəm. Belə gözəl mövzuda həqiqətən debatı təklifi Etibar bəydən gəldi və məncə çox gözəl mövzudur debat eləmək üçün. Etibar bəy iddia eləyir. Əvvəlcə bir iddiaya toxunum ki, Etibar bəy qeyd elədi ki, yol uğrunda mübarizə əbəsdir, hər hansısa bir yol uğrunda mübarizə əbəsdir. Əslində bunun özü də bir yoldur. Hansısa bir yol uğrunda mübarizəni əbəs görməyin özü də bir yoldur. Yəni burada biz hansı fikri seçsək, nəticədə bir yolu seçmiş oluruq və bütün həyatımızı bir yolla getmiş oluruq. İstənilən halda bir yolda olmağa məcburuq. Qaldı dinlərin təqdim elədiyi Tanrı konsepsiyasına. Mən düşünürəm ki, əvvəlcə biz müəyyən eləməliyik ki, biz Tanrını nə cür dərk edirik? Yəni Tanrını hansı araşdırma meyarları ilə müəyyən edirik və bilirik ki, həqiqi Tanrı dediyimiz varlıq budur. Və biz hansı dinləri araşdırmışıq və düşünürük ki, bax bu dinlərin təqdim elədiyi Tanrıda məsələn bu cür problemlər var. Ümumiyyətlə biz bütün bu mövzuda dinlərin təqdim elədiyi Tanrı konsepsiyalarını araşdırmışıqmı? Bundan da daha önəmlisi budur ki, Tanrını biz deyirik ki, məsələn Etibar bəy iddia elədi ki, mən araşdırmışam və bu qənaətə gəlmişəm ki, dinlərin təqdim elədiyi Allah yanlış Allahdır və mənim üçün çox maraqlıdır. Bu araşdırma meyarı nədir ümumiyyətlə? Yəni biz necə müəyyən eləyirik ki, Tanrı bu deyil və Tanrının necə olduğunu hansı formada bilirik, müəyyən eləyirik? Bu mənim üçün çox maraqlıdır. Çox gözəl qeyd etdiniz, hansı araşdırma ilə bu qənaətə gəlmişəm. Deməli, bu başlayıb ta mənim uşaqlığımdan ki, bu dünyada mövcudluğum məqsədi nədir? Uşaqlıqdan marağım olub bu mövzulara. Gəlmişəm, bir yaşa dolduqdan sonra artıq Quranı, Zəburu, Bhagavad Gitanı, Tövratı, İncili və digər bəzi filosofların fikirlərini oxumuşam. Özüm həyata baxıb bir nəticə çıxarmağa çalışmışam ki, bunu da bir araşdırma adlandırmaq olar. Bu araşdırma nəticəsində gəldiyim qənaət də budur ki, sizin məsələn siz İslam Şiə inancındasınız da. İslamda indi Şiə inancının da tam
demək, yəni fərqi yoxdur. İslamın hansı firqəsi olursa olsun, hansı ki firqələrə bölünməyi belə Quranda yanlış göstərilir ki, firqələrə bölünməyin. İslamda təqdim olunan Allah ta əvvəldən, ta kökdən mənim düşüncəmə görə həqiqi məntiqə uyan bir Allah deyil. Məsələn, hər bir insan oxuyub dərk etdiklərindən çox həmin o oxuduqlarına uyğun içində əgər suallar yaranırsa, həmin məsələni daha dəqiq dərk eləyir. Mən də məsələn Quranı oxuduqca içimdə çoxlu suallar yaranır. Həmin suallardan biri də budur. Allah kainatı, yəni varoluşu nəyə görə yaratdı? Bax belə. Yəni bu sual üstündə danışsaq gözəl olar. Əvvəlcə bir mövzuya toxunan firqələrə bölünmək yanlışdır məsələsinə. Təbii ki, Quran konsepsiyasında Allah bizə deyir ki, firqələrə bölünməyin. Amma burada maraqlı olan nüans budur ki, hər firqə özünü İslama aid edir və digərlərinin özündən bölünmüş sayır. Ona görə bu bölünmə məsələsi məncə mümkünsüz bir şeydir. Zaten ümumi İslamdıyam deyə bir anlayış yoxdur. Hər birinin öz yolu var, bu ayrı bir məsələ. İkincisi biz deyirik ki, İslamın Allahın məntiqə uymur. Ümumiyyətlə biz İslamın Allahın məntiqə uymur dediyimiz zaman, mən bu sual kimi verirəm sizə. Biz öz şəxsi, subyektiv məntiqimizi deyirik, yoxsa obyektiv məntiq elmindən mi danışırıq? Mən bunu istəyirəm, bir dənə qısaca deyərdiniz. Öz şəxsi məntiqimiz, yoxsa obyektiv məntiq qanunları? Hansına zidd Allah, İslamla Allah? Ümumi məntiqdən gedir söhbət. Yəni ümumi məntiq qanunlarına. Belə deyək də, məntiq qanunları deyəndə ümumi bir düşüncəyə. Yəni məsəl üçün biz hamımız düşünürük ki, bu suyu itələyib calamaq doğru deyil. Buralar batacaq, sonra buraları təmizləmək üçün insanlar əziyyət çəkəcək. Bu ümumi bir məntiqin, ümumi bir düşüncəyə məhsuldur ki, bu doğru bir şey deyil. Eyni bax bu mövzudan giriş edə bilərəm ki, yəni bunun kimi bir şeydir. Yəni bütün içimizdə olan düşüncəyə görə, zehnimizə görə belə bir Allahın mövcudluğu zaten mümkün deyil. Burada mən ümumi düşüncə deyə bir qavram yoxdur ümumiyyətlə. İnsanların hər birinin düşüncəsi fərqlidir. Yəni hər biri məsələn biri deyə bilər ki, mənə görə Tanrı mütləq formada Olimp dağında oturmalıdır. Bu onun şəxsi düşüncəsidir. Və yaxud biri deyə bilər ki, mütləq formada Tanrı məsələn Qanq çayına gəlib getməlidir. Misal üçün deyirəm bunu. Yəni bu insanın şəxsi düşüncəsidir. Bir də var ümumi məntiq qanunları. Siz iddia edirsiniz ki, İslamın Allahın məntiqə uymur. Mənim burada sualım konkretdir. Bu insanların subyektiv məntiqinə uymur, yoxsa obyektiv məntiq qanunlarına uymur? İslamın Allah. Mən bu suala cavab istəyirəm sizdən. İslam qanunları yox, İslamın təqdim Allahı, etdiyi İslamın Allahı. Onu qanun demirəm, İslamın Allahı. İslamın Allahı nə subyektiv məntiqə uymur, nə də obyektiv məntiqə uymur. Subyektiv məntiq mənim üçün maraqlı deyil. Çünki hər bir insanın subyektiv düşüncəsi ola bilər. Mənim üçün maraqlı olan obyektiv məntiqdir. Obyektiv məntiqin, klassik məntiqin 3 qanunu var. Eyniyyət, ziddiyyətsizlik və üçüncü halın olmaması. Mən bilmək istəyirəm, İslamın təqdim elədiyi Tanrı konsepsiyası, Allah konsepsiyası, məntiq qanunlarından nə kimi ziddiyyət təşkil eləyir? Bu önəmli bir məsələdir. Hər bir varlıq bir şey yaradarkən, bir işi görərkən onu ehtiyacdan dolayı edir. Ehtiyacsız heç bir varlıq heç bir şey etmir. Bütün varoluşu yaratmaq bir ehtiyacdan dolayıdır. Amma İslamın təqdim etdiyi Allah ehtiyacsız Allahdır. Həmçinin İslamın təqdim etdiyi Allah sonsuz ölçülərə malikdir. Yəni ölçülərə belə malik deyil, yəni sonsuzdur. Sonsuz bir varlıqdan sonsuzluğun üzərinə nə bir şey gəlmək olur, nə sonsuzluqdan nəsə çıxarmaq olur. Sonsuzluq mütləq olaraq sonu olmayan bir varlıqdır. Bu sonsuz varlıqdan kənarda necə bir varoluş yaradıldı? Allah özündən, yəni sonsuzluqdan kənarda kainatı
necə yaratdı və niyə yaratdı? Əslində biz sualımızdan biraz yayınırıq. Mənim hələki sualım Allah kainatı niyə yaratdıdır? Okay, o sualı mən anladım, amma əvvəl sizin bir iddianız var və mən o iddiaya cavab ala bilmədim burada ki, məntiqin hansı qanunlarına ziddir? Məntiqin bilirsiniz necədir? Mən orada siz indi hər hansısa bir kitablardan oxumusunuz o məntiq qanunlarını. Mən o qanunları yazıblar, indi məntiqin 3 qanunu var falan. Məntiq elə bir şeydir ki, insan zehninin məhsuludur. Yəni bir insan sadə olaraq fikirləşə bilər ki, məsələn, bu qələmin uzaq başı 80 qram çəkisi ola bilər. Bu bir məntiqdir. Yəni burada məntiqin 2 qanunu var, 3 qanunu var. Mən bunu yox, o məntiq deyil. Yəni, bunun 80 qram olmağı məntiq deyil. Məntiq ümumiyyətlə nədir? Məntiq məlumlardan yola çıxaraq məchulları anlamaq, başa düşmək. Yəni məntiq budur ki, bizim həyatda elədiyimiz hər bir işin, danışdığımız hər bir sözün doğruluq meyarının ölçüsü məntiqdir. Əgər bizim iddiamız, bizim dediyimiz söz, bizim dediyimiz əməl məntiq qanunları ilə oturuşmursa, bu yanlışdır. Bilirsiniz necədir? Bizə orta məktəbdə o qədər bu qanunları, düsturları, ifadələri əzbərlətdiriblər, amma həyatda görürük ki, bunun heç bir xeyri yoxdur. İşləyəndə görürük ki, bunun bir xeyri yoxdur. Həqiqət başqa şeydir. İşi bacarmaq lazımdır. Bu məntiq də elə bir şeydir ki, ona hər hansısa bir alim 3 qanun, 5 qanun, 15 qanun qoymağı bu bir özü məntiqsizlikdir. Bu alimin subyektiv fikri deyil. Yəni o da o alimin bəli subyektiv fikridir. Deyil, fikri deyil. Alimin subyektiv fikri deyil, bu ümumi qanundur. Ümumi qanun, məsələn, ümumi qanun. Məsələn, biz deyə bilərik ki, gravitasiya qanunu, məsələn, Albert Einsteinın yaxud Isaac Newtonun şəxsi fikridir deyə bilərik. Gravitasiya qanunu misal üçün. Ona ilk dəfə ona məxsus olub da. Yox. Bildim. Nəzəriyyəni demirəm. Bir var qanun tərəfi, bir var nəzəriyyə tərəfi. Baxın, gravitasiya qanunu biz deyə bilərik ki, Newtonun şəxsi fikridir. Bu bir qanundur da, bu zaten baş verir. Newton sadəcə bunu görüb, müşahidə edib və bunu bir qanun halına salıb. Amma bu Newtondan asılı deyil. Yəni bu Newton kəşf elədi deyə bu mövcud deyil. Bu var deyə Newton kəşf elədi. Məntiq qanunlarda eynən bu cürdür. Məntiq qanunları mövcuddur deyə və Aristotel də bunu müşahidə edib görüb ki, bu şeylər var və bunu bir qanun halına salıb. Yəni bu Aristotelin qətiyyən şəxsi fikri deyil. Misal üçün deyil. Məsələn, siz eyni anda həm burada, həm misal üçün deyirəm, məsələn, Targovda ola bilərsiniz. Eyni anda. Daha dərinə getsək, kvantuma görə hə. Kvantuma görə biz maddəyik və maddə olaraq yenə də ola bilmərik. Kvantum da zərrəci ola bilər orada, biz yox. Kvantuma görə biz maddə deyilik, enerjiyik. Biz hazırda maddəyik. Eyni anda fərqli yerlərdə olan isə zərrəcikdir. Biz o cür davrana bilmirik. Məsələ budur. Kvant fizikasında da insan o cür ola bilməz. Mümkün deyil. Bu zərrəciyin xüsusiyyətidir. Bu baxın, bu cüt yarıq proyekti ki var, eyni anda fərqli yerlərdə olmaq, bu mikro kainata aiddir. Yəni atom altına aiddir bu məsələ. Amma makro kainat, yəni bizim yaşadığımız kainatda bu məsələ keçərli deyil. Yəni siz istənilən halda eyni vaxtda bu dəqiqə həm burada, həm Targovda ola bilməzsiniz. Bu bir qanundur. Bu nə fizika ilə mümkün deyil, nə ağılla mümkün deyil. Bu baxın, bu məntiqin 3-cü qanunudur. 3-cü halın olmaması, iki zidd şey eyni anda mövcud ola bilməz. Yəni bunu mən verdiyim suala biraz uzaqlaşırıq. Yəni yox, bunu mən ora gələcəm. Sadəcə olaraq siz iddia elədiniz, istəyirsiniz bu iddianın üstündən keçək sadəcə. Yəni dediniz İslamın Allah'a məntiqsizdir, məntiqə uyğun deyil. Yox, üstündən keçməyə ehtiyac yoxdur. Mən o iddiamın üzərindəyəm. Yəni İslamın Allahı mən axı deyirəm. Yəni mən onu şəxsi məntiqə deyək də, bunu məntiq qanunlarına deyil. Ümumiyyətlə riyaziyyata belə uyğun deyil. Riyazi məntiq qəsdidir. Riyazi məntiq olsun, fizika olsun. Yəni ki bu İslamın Allahı, yenə də deyirəm, mən sonsuzluqdan danışdım. Sonsuzluq riyaziyyatda da var. Mənfi sonsuzluq, mənfidən müsbətə, yəni sonsuzluq ədəd oxun götürək. Yəni sonsuzluğun üzərinə nəsə gəlmək olmur. Sonsuzluqdan da nəsə çıxmaq olmur. Bu riyaziyyatdır, məntiqdir. İslamın da Allahı sonsuz olduğuna görə ondan əlavə bizim mövcudluğumuz mümkün deyil. Mən bu sualı verirəm, amma sizin verdiyiniz suala uyğun bu sualı verirəm. Yəni birinci sualımdan artıq atlayırıq biz ikinci sualıma. Siz sual verdiniz ki, ona hansı məntiqlə belə deyək də, deyirsiniz ki, o məntiqsizdir. Mən də deyirəm ki, İslam dediyinə görə Allah ölçülməz qüvvət sahibidir, sonsuzdur, ölçülməz olandan kənarda nəsə ola bilmir. Çünki onun
sahəsi, onun belə deyək də qabariti sonsuzdur. Sonsuzdan əlavə bizim olmağımız mümkün deyil. Və yaxud bizdən kənarda Allahın olması mümkün deyil. Allahdan da kənar bizim olmağımız mümkün deyil. Çünki sonsuz varlıqdır. Mən bu məntiqdən gəlirəm ki, yəni İslamın Allahı məntiqə uymur. Bax, burada sonsuzluq iddiası ki var ha, bu artma, azalma ola bilməz. Bu yanlış çıxarışdır, yəni analogiya yanlışdır. Niyə görə? Çünki bu artma və azalma eyni xüsusiyyətə malik məfhumlarda olmalıdır. Bu Tanrı ilə varlıq aləmi, məxluqat tamamilə ayrı xüsusiyyətlər. Məsələn, Hilbertin oteli misalda var. Bunu daha çox nəyə verirlər? Bu iddia daha çox səbəb nəticənin əzəli olmasına qarşı verilən bir iddiadır. Amma burada biz Tanrıdan danışırıqsa, biz Tanrının içində artıb azalmırıq və yaxud Tanrının tərkibində artıb azalmırıq. Bu proses ümumiyyətlə necə baş verir, bunu bilmirik. Yəni o Tanrı ümumiyyətlə bu belə bir qavrama aid deyirlər ki, yəni içindəyikmi Tanrının, çölündəyikmi Tanrının, bunu bilmək mümkün deyil. Ona görə də sonsuz bir varlıqda artma və azalma zaten olmur. Yəni məxluqat sonsuz varlıqda artma və azalmaya səbəb olmur. Çünki onun tərkib hissəsində baş vermir bu proses. Yəni demək istəyirsiniz ki, sonsuzluq məsələsi zaman baxımından əlaqəlidir. Allah tanır. Əlbəttə ki, yəni eyni xüsusiyyətə malik məfhumlardan danışanda bu keçərlidir. Amma biz əgər Tanrı ilə məxluqatı biz müqayisə ediriksə, bu analogiya yanlış analogiyadır və ümumiyyətlə uğurlu deyil. Tanrı ilə məxluqatı nə ayırırıq, nə də ki, o uğurlu olmamaq deyirsiniz. Quranın özündə belə Allaha yüksəliş göstərilir. Mələklər və ruh müddəti 50.000 il olan gündə Allaha yüksələrlər ayəsi Allah var. yox, Allah dərgahına. Allah dərgahı olsun. Yəni bu Allahın bir məkanı deyil. Hə, o Allah dərgahı deyəndə siz nəyə nəzərdə tutursunuz? Allah dərgahı sadəcə mələkut aləminin olduğu bir məkan. Məkan. Bir metafizik bir məkan. Amma bu Allahın olduğu bir məkan deyil. Yox, Allah dərgahı deyilirsə, mələklər və ruh ora yüksəlirsə, Allah dərgahına. Demək ki, Allahın dərgahıdır da ora. Bunu Quran deyir axı. Yox, Allah dərgahı demək o demək deyil ki, Allah ordadır. Məsələn, Allah deyir ki, yer üzündə şeydir. Məsələn, yer üzü də Allahındır, mülk də Allahındır. O demək deyil ki, məsələn, gəlib mənim evimin içində Allah oturub, mülk Allahındır deyəndə. Yəni Allah dərgahı bu mənaya gəlmir ki, bir dənə məkan var, Allah oturub o məkanda. Qətiyyən bu mənaya gələ bilməz bu. Allah dərgahı dediyimiz şey sadəcə bir metafizik bir aləmdir, mələkut aləminin olduğu bir yerdir və mələklər ora, yəni öz yerlərinə yüksəlirlər. Burada başqa bir xüsusi Allahın bir oturduğu yer var. Mələklər onun qəbuluna gəlirlər filan, bu cür başa düşülə bilməz. Yəni mən olduğum həqiqətdə bu cür başa düşmürəm. Misal üçün deyim, Allahın evi, misal üçün Kəbə. Misal üçün Allahın evi deyirik buna, amma məsələn Allah orada oturmayıb ki, Allahın evində misal üçün. Yəni bu misallar baxın Quranda müəyyən dərəcədə ezoterika var. Məsələn, sətr altı nələrsə demək. Məsələn, söz başqa cürdür, amma çatdırma başqa cürdür. Ona görə də bu bənzətmələrdən bu cür biz maddi çıxarış eləyə bilmərik. Yəni Allahın dərgahı deyirsə, Allah mütləq oturub orada. Və bu da sizin dediyiniz o bayaq dediniz İslam sonsuz Allah konsepsiyası təqdim eləyir. Belə dediniz də. Sonra dediniz ki, Allah məkandadır. Bu biraz uyğun deyil məncə. Mən Qurana uyğun deyirəm də. Quranın özündəki o ziddiyyətdir zaten. Bəs Allah sonsuzdur iddiasını nəyə əsasən dediniz? İslam'a əsasən. Yəni onda Quran ziddiyyət təşkil edir bir-birinə. Quranda çox ziddiyyətlər var. Əla. Yəni indi sualdan çox yayınırıq biz. Bu əsas sualın üstünə Allah kainatı niyə yaratdı? Nə üçün yaradıb? Nə üçün yaratdı? Və əgər bir varlıq bir şey yaradırsa bu ehtiyacdan doğur. Bəli, Allah da ehtiyacsız olduğu halda niyə görə yaradı? Birinci mən ilk suala cavab verirəm. Allah kainatı niyə yaratdı sualına soruşursunuzsa, mən bu məsələdə konkret cavabım var. Bilmirəm. Mən bu barədə dediyim şey bilmirəmdir. Niyə görə? Çünki mən bunu bilmək üçün mən sizə müxtəlif versiyalar saya bilərəm. Burada oturanam, sizə nə qədər ki versiyalar var, Allah kainatı niyə yaratmış ola bilər. Bu versiyaları saya bilərəm. Amma mənim saydığım versiya həqiqətənmi Allahın versiyasıdır, onu bilə bilmərik. Ona görə bu nə olacaq? Bu olacaq ziyanın versiyası. Yəni Allah kainatı ziyanın fikrinə görə buna görə yaradıb. Amma bu Allahın həqiqi məqsədi olmayacaq. Ona görə də mən bu sualın cavabı mənim üçün konkretdir. Mən ümumiyyətlə bunu bilmirəm və heç vaxt da bilməyəcəm. Allah kainatı niyə yaradıb? Çünki niyə artıq Allaha məxsus bir şeydir? İnsanı niyə yaradıb deyə soruşsan, sadəcə bir ayəyə əsasən deyə bilərəm ki, mənə ibadət eləsinlər deyə bitdi. Yəni başqa artıq bunun arxasında, bunun arxa qatında nələr yatır, səbəb nədir, məqsəd nədir, bunları bilmirəm mən.
Qaldı ehtiyac məsələsinə, çox üzr istəyirəm. Qaldı ehtiyac məsələsinə. Ehtiyac məsələsində baxın yenə də burada yanlışdır. Baxın hər şey ehtiyacdan doğur iddiasını. Bax sualım konkretdir. Çox xahiş edirəm konkret cavab verim suala. Hər şey ehtiyacdan doğur iddiasının təməl meyarı nədir? Yəni bunu müəyyənləşdirən həqiqət nədir? Hər şey ehtiyacdan doğur. Buna çox qısa bir dənə cavab verin. Çox xahiş edirəm. Hər şey ehtiyacdan doğurun təməl meyarı, Meyarı nədir? Biz bunu necə bilirik ki, hər şey ehtiyacdan doğur? ölçüsü, Aha. meyar ölçüddə, yəni belə. Yəni baxın Təməl həqiqətin aha. biz hardan bilirik ki, hər şey ehtiyacdan doğur? Bunu hardan bilirik biz? Biz bunu həyatdan bilirik. Gözəl. Bəli. Yəni biz materiyada, yəni dünyada yaşadığımız həyatda görürük ki, hər şey ehtiyacdan baş verir. Və belə bir çıxarış edirik ki, hər şey ehtiyacdan doğur. İndi sual çıxır ortaya. Biz maddi aləmdə yaşadığımız bir çıxarışdan, buradakı çıxarışı necə bir metafizik aləmə aid edə bilərik ehtiyac anlayışını? Metafizik aləmdə, yəni bizim mənəviyyat aləmimizdə baş verən bütün istəklər də ehtiyacdan doğur. Metafizik aləmdə. Bəli, mənəviyyatın Dəlil nədir buna? dəlil yenə də həyat. Materiyadan çıxarış edirsək, mənim dediyim budur ki, bu yanlışdır. Təkcə materiyadan çıxarış eləmirəm ki. Başqa meyar olur. Həyat həm materiyadan ibarətdir, həm də ideologiyadan ibarətdir, yəni mənəviyyatdan ibarətdir. İnsan həm maddi varlıqdır, həm də mənəvi varlıqdır. Orası aydındır, insan mənəvi varlıqdır. Mən deyirəm, çıxarışları biz materiyadan edirik də, biz mənəviyyatdan çıxarış eləmirik axı. Yox, cənnət haqqında olan məsələləri buna aid eləmək olarmı ki, oradakı müəyyən Cənnət aləmi zaten metafizik, fiziki olacaq. Yəni mənim düşüncəmə görə cənnət Amma Quran bunu demir. Quran deyir ki, biz sizi yenidən qəbirlərinizdən dirildib çıxaracağıq. Fizikdir. Fiziki də, amma siz dediniz metafizik olur. Yox, mən dedim metafizik deyil, fizikdir mənə görə. Metafizik deyil, yox. Mən dediyim budur ki, baxın, yenə də biz bu iddia ki var, hər şey ehtiyacdan doğur iddiası. Bu iddia materiyadan doğan iddiadır. Biz bunu materiyanın içində bilirik. Biz nə bilirik ki, bu materiyadan kənara çıxsaq, bu arqument keçərlidir. Bunu hardan bilirik? Allahın, İslamın təqdim etdiyi Allahın bizimlə əlaqə üsulu mənəvi olaraqdır. Maddi olaraq bizlə əlaqə üsulu yoxdur. Quranda Musa ilə Tur dağında danışıb fizik olaraq. Peyğəmbərə aiddir onun üçün. Vəsə, başqa o heç kimdən fizik olaraq əlaqədə olmuyor. Ancaq peyğəmbərlərlə belə deyək də ünsiyyət qurur. O da Musa ilə. Yəni qalan bütün şəxslərlə ancaq mənəvi bir rabitəsi var onun, düzdürmü? Necə mənəvi məsələn? İnsan belə deyək də Allahı ancaq mənəviyyatla hiss eləyə bilər. Bu mənəviyyat dediyimiz şey nədir ümumiyyətlə? Mənəviyyat sevgidir, mənəviyyat darıxmaqdır, mənəviyyat tənha qalıb həqiqi özünü axtarmaqdır. Mənəviyyat əlacsız vəziyyətdə bir həqiqətdən kömək istəməkdir. Siz misallar verirsiniz. Mənim sualım budur, mənəviyyat nədir? Misal yoxdur. Yəni nədir mənəviyyat? Mənəviyyat həqiqi kimlikdir, həqiqi özdür. Gözəl. Yəni ruh. İndi onu ruh adlandırırlar. Siz adlandırmırsınız amma. Yəni adlandırmaqda bir problem yoxdur, çünki onsuz da Azərbaycan dilində əksər sözlər alınma sözlərdir. Mən bunu dəqiqləşdirmək üçün soruşacağam. Onda siz qəbul edirsinizmi ki, bizim fiziki bədənimizdən kənarda adın ruh qoyaq, X qoyaq, Z qoyaq, fərqi yoxdur, nə qoyursa qoyaq. Bədəndən başqa bir dənə də bizim həqiqi kimliyimiz olan bir varlıq var. Bunu qəbul edirsiniz onda? Başqa yox. O bir olan varlıqdır və tamamilə mənəviyyatdan ibarətdir. İkisədilər, onlar heç onu demirəm. Sadəcə olaraq, yəni tək materiya deyil də, materiyanın üstündə bir şeylər var. Materiyanın üstündə, materiyadan ayrı da deyil. Materiya ilə özü odur. Materiya tamamilə odur, yəni. Onda materiya özü odursa, mən yenə sualıma qayıdıram. Materiyadan çıxartdığımız həqiqəti necə materiya üstünə aid edirik? Mən axı materiyanın özünün mənəviyyatın şəkillənməsi olduğunu deyirəm. Yəni bu şəkillənmə əslində həqiqi bir şəkillənmə deyil. Məsəl üçün bunun ta atom altına insək, hər şeyin eyni şey olduğunu görəcəyik. Yəni bu da elmin dediyidir. Hər bir şeyin mənəviyyatdan törəyib belə bir indi sizin iddianıza görə deyək də maddiləşməyi var da.
mənəviyyatın özü belə bütün mənəvi istəklər ehtiyacdan doğur. Bütün mənəvi istəklər. Ehtiyacsız heç bir nə maddi ehtiyac var, nə də mənəvi ehtiyac var. Siz iddia edirsiniz ki, Allah mənəvi ehtiyacından yaradıb onda bu kainatı. Mən heç bir iddia eləmirəm. Mən deyirəm, mən bilmirəm bu qədər bəs. Hə, yox. Mən Allah kainatı baxın, Allah kainatı niyə yaradıb sualının cavabı məndə deyil. Mən bilmirəm. Bəs onu harda tapa bilərik? Onu ancaq və ancaq qüdrətli Bruce filminə baxmısınız da Jim Carrey-dən. Ancaq Allah gərək bir dənə sizə 3 günlük Allahlıq verə. Allah kimi düşünəsiz, ondan sonra mümkün olar. Belə mən inanmıram ki, bu sualın cavabını insan övladı verə bilər. Sualı da belə formada verəm. Etibar verdiyi sual var, niyə yaradılıb, məqsəd ki qoyur ora. Bu sualı bu maddi belə deyək də qanunlar çərçivəsində Allaha vermək olar yoxsa yox? Allaha mümkün deyil, yox. Allah ancaq yəni Qurandan ayə ilə verə bilərik. Yəni baxa bilərik Quranda ayədə nə deyir və salam bitdi yəni. Yox, ehtiyac məsələsi mən yenə də deyirəm. Bax, Etibar bəyin çıxarışı var, hər şey ehtiyacdan doğur. Bu ümumiyyətlə yanlış analogiyadır. Biz maddi aləmdən çıxarış eləyib, bunu aid edirik metafizikə. Məsələn, o bilirsiniz nəyə bənzəyir? Bir kvant fizikasından misal çəkdik. Zərrəcik eyni anda həm A nöqtəsində olur, həm B nöqtəsində. Bu çıxarışdan çıxarış eləyib. Biz deyə bilmərik ki, Etibar bəy eyni anda həm studiyadadır, həm də Targovdadır. Bu mümkünsüz bir şeydir. Çünki ayrı xüsusiyyətlərə sahib. İstər mənəvi aləm olsun, istər maddi aləm olsun. Mənə ehtiyatsız nəyinsə, nəsə etdiyini göstərə bilərsiniz? Mənəvi aləmdə? İstər mənəvi, istər maddi. Mənəvi aləmdə Allah, metafizik aləmdə Allah ehtiyatsız eləyir. Ehtiyatsız nəsə eləyir? Bunu iddia edirsinizsə... Zaten bizim Quranda deyirik də, o hər şeydən ehtiyatsızdır. Bunu iddia edirsinizsə, o halda onun nə üçün etdiyini də deməlisiniz ki, mən ehtiyatsız nəyisə etdiyini qəbul edirəm. Siz, məsələn, mən deyirəm ki, burada bir stəkan su var. Qardaş da deyir ki, yox, bunun yanında bir stəkanda kofe var. Mən baxıram kofeyə, deyirəm ki, hə, düzdür, kofe də var burada. Bunun kimi siz də deyirsinizsə, o nəsə edəndə ehtiyatsız edir. Məsəl üçün, kainatı yaradıb ehtiyatsız olaraq. Mən də deyirəm ki, nə üçün yaradıb? Onu mənə deyin, mən onun ehtiyatsız yaratdığını qəbul edeyim. Okay. Bax, ehtiyatsızlıq Allahın bir xüsusiyyətlərindən biridir. Ehtiyatsızlıq. Amma bu xüsusiyyətini bilməyim, kainatı yaratma məqsədini bilməyim mənasına gəlmir. Mən onun haqqında sadəcə olaraq bir xüsusiyyəti bilirəm. Amma o, məsələn, kainatı, misal üçün mən bir adam tanıyıram, o çox belə cəsur adamdır, misal üçün, döyüşkən adamdır. Misal üçün, mənə 10 manat pul verib. Misal üçün deyirəm. Mənim onun döyüşkən olduğumu bilməyim, o xüsusiyyətini bilməyim, o pulu mənə niyə verdiyini bilməyim mənasına gəlmir. Mən onun haqqında bir xüsusiyyət bilirəmsə, o demək deyil, onun elədiyi hər bir məqsədi bilməliyəm mən. Mən deyirəm ki, konkret olaraq Allahın məqsədini insan bilə bilməz. Mümkün deyil. Allahın xüsusiyyətlərini bilə bilər. Amma Hud surəsi 7-də göstərir axı. Deyir ki, istəyirsinizsə girin, oxuyun. Hud surəsi 7-də deyir ki, hansınız ən gözəl əməli edəcəksiniz deyə sizi imtahan eləmək üçün 6 mərhələdə səmaları və yer üzünü yaradan odur. Və onun ərşi suyun üzərində idi. Əgər sən mütləq ki siz ölümdən sonra diriləcəksiniz desən, kafir olan insanlar mütləq deyərlər. Bu ancaq açıq bir sehirdir. İndi mən başa düşdüm siz nəyi demək istəyirsiniz. Siz burada məqsədi deyir, sizi imtahan eləmək üçün. Bəli. Mən deyirəm ki, bu məqsəd deyil. Mən bir yoxun vurğuladım. Dedim, məsələn, Quran konsepsiyasından çıxsaq ki, insan niyə yaradıb? Deyir, mən ibadət eləmək üçün. İndi mən burada deyəcəm ki, bizi imtahan eləmək üçün. Siz yenə soruşarsınız ki, bizi imtahan eləmə məqsədi nədir? Və sonra mən bir şey deyəcəm. Yenə deyəsiniz, bu məqsəd sualı var ha, bu heç vaxt bitməyəcək. Yox, mən onu soruşmayacağam. Mən indi o Zariyat surəsində olan deyirsiniz də, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Orada yalnız ədət olaraq vurğulanır. Yəni başqa bir şeyə ibadət etməsinlər. Yalnız mənə etsinlər ibadəti. Düzdürmü? Hud surəsi 7-də sınaq üçün yaratdığını bildirir. Hər bir alim
bir texnik hansısa bir qurğunu yaradanda onu birinci sınaq eləyir. Görün bu yaxşı işləyəcək, pis işləyəcək. Nəyə görə? Çünki o alim məhdud bir yaradıcıdır. Onun şuuru mükəmməl deyil deyə mükəmməl olmayan bir qurğu yaradıb və onu sınaq eləməsə əmin olmur ki, bu görən işləyəcək yoxsa yox. Amma İslamın təqdim etdiyi Allah mükəmməl və qüsursuzdur. O mükəmməl və qüsursuz yaradıcıdır. Qüsursuz bir yaradıcı nəyə görə yaratdığı bir varlığı sınaq edir? Yəni o bu imtahandan keçəcək yoxsa yox? O bu yolu seçəcək yoxsa yox? Və bu sual hansı sualla paralelləşir? Allahın iradəsindən kənar bir iradəsi varmı ki, onun o yolları seçə bilsin? İnsanın? Bəli. Təbii ki var. Allahın iradəsindən kənar iradəsi var. Əlbəttə. Azad iradəsi var insanın. Bəs Ənfal surəsi 17-də deyir ki, onları siz öldürmədiniz, Allah öldürdü. Bir dəqiqə. Ənfal neçə? Ənfal 17. 17. Bir dəqiqə. Əvvəlin axırına baxmaq lazımdır. Mən ona görə sizə dedim ki, ayələr əvvəldən deyim, baxım əvvəlin axırına. Onları siz öldürmədiniz, amma Allah öldürdü. Atdığınız zaman siz atmadınız. Atdığın zaman da sən atmadın, Allah atdı Bir və də Allah möminləri. Bu ayə mən yenə deyim, təfsirinə baxmaq lazımdır. Mən yəni bilmirəm burada qəsd olunan nədir tam olaraq. Bəs Allah Quranda buyurur axı biz bu kitabı açıq-aşkar, hamı başa düşən kimi yazdıq. Yəni açıq-aşkar deyəndə bax artıq gedirik məzhəbi söhbətlərə burada. Yox, məzhəbə heç şey deyil. Açıq-aşkar deyəndə mənim başa düşdüyüm budur ki, hədislərlə bir yerdə göndərir. Daha bir asan ayə deyək ki, Şura surəsi 12-də deyir ki, göylərin və yerin kontrolu Allaha aiddir. Yəni onun izni olmadan bir yarpaq belə düşə bilməz, düzdürmü? Eyni zamanda onun izni olmadan bir yarpaq belə düşə bilmirsə, biz hansısa bir seçim deyirik. Yox. Onun icazəsi olmadan bir yarpaq belə yerə düşməz dediyi şey Allahın qoyduğu fiziki qanunlar çərçivəsindən kənar bir şey baş verə bilməzdi. Yəni yarpaq belə Allahın qoyduğu qanunlar çərçivəsində düşür yerə. Yəni mənası budur. Bu insanın azad iradəsini məhdudlaşdıran bir məsələ deyil ki, məsələn Allahın icazəsi olmadan yarpaq yerə düşə bilmirsə, misal üçün mən də öz iradəm olmadan Allahın iradəsi olmadan bir şey eləyə bilmərəm burada. Bu mənə gəlmir bu. Yəni bu tamamilə fiziki qanunlara aiddir. Amma o dediyiniz ayə mən yenə deyirəm, araşdırmadığım ayədir. Mən ümumiyyətlə Qurani-Kərimdə bütün ayələri dənə-dənə araşdırmamışam. Mənim öz araşdırma yönüm var və o yöndə olan məsələləri araşdırmışam. Ona görə bu ayəni bilmirəm, təfsirinə baxmalıyam. Həcc surəsi 76-nı götürək. Allah keçmişi də gələcəyi də bilir. Bəli. Gələcəyi bilən bir varlıq nəyə görə bir varlığı, yaratdığı bir varlığı sınaq eləsin? Zaten bilirdi o hansı yolu seçəcək. Okey. İndi bu araşdırdığım mövzu deyə bu barədə danışa bilərəm, amma araşdırmadığım mövzunu səmimi olaraq deyirəm ki, yəni bilmirəm bunu, araşdırmadım. O ki, üzr istəyirəm, bir də təfsirdəyim. Quranın özü təfsiri inkar eləyir. Çünki Ənkabut surəsində də buyurulur. 50-ci surənin 45-ci ayəsində də buyurulur. Deyir ki, mənim təhdidimdən qorxanlara yalnız Quranla nəsihət ver. Bu kitab sizə kifayət etmədimi? Yəni Quran özü, təkcə Quran özü o Qurana inananlara kifayət eləyir. Kimsə onu təfsir eləyirsə, artıq o Quranı dəyişdirmək meyarıdır. Yox, mən istəmirəm bu mövzuya girim, çünki burada artıq məsələlər çıxır. Olsun, problem deyil. Bu məsələ mən istəmirəm girim, amma yəni belə olmadığını düşünürəm mən. Gəldik deməli hansı aydı? Allah gələcəyi görürsə kim niyə görə sınağa çəkir? Allah ona görə sınağa çəkir ki, biz özümüz bilək seçdiyimiz qərarları. Əgər təsəvvür edin ki, Allah sizi birbaşa apardatdı, misal üçün deyirəm. Müqəddərat Allah bir misaldır. Cəhənnəmə düşəcəm. Yox, misal olaraq verirəm. Özümdən misal çəkim. Allah apardatdı məni cəhənnəmə. Heç bir əməl eləməmişəm, heç nə yox. Birbaşa atdı cəhənnəmə. Atdı cəhənnəmə mə Allah. Mən Allaha qayıdıb sual verməyəcəm ki, ilahi, məni niyə bura atdın? O da mənə deyəcək ki, əgər mən səni dünyaya göndərsəydim, sən kafir olacaqdın, misal ki, pis adam, zalım olacaqdın. Ona görə sən atdım cəhənnəmə. Mən burada qayıdıb, mənim bu haqqım varmı ki, sual verim, sən məni yoxladınmı ki? Bu sualı verməliyəm da buna, düzdürmü? Yox, niyə? Verməməlisən. Xeyr. Ona görə ki, ehtiyatsız bir varlığa yoxlama ehtiyac deyil. O yoxlamamalıdır nəyisə. Mən əməli eləməmişəmsə hələ, buna görə mənə heç bir cəza tətbiq oluna bilməz. Bax, bütün hüquq sistemlərində də, dünyada da, ümumiyyətlə məntiqin, ağlın da bizə dediyi budur ki, əməl olmasa,
ortada. Cəza ola bilməz. Yəni ehtimal əsasında cəza verilə bilməz və yaxud bilgi əsasında. Misal üçün mən tutalım ki, misal üçün deyirəm də mənim çox güclü bir beynim var. Mən 100% bilirəm ki, Etibar bəy misal olaraq sabah 3 nəfəri öldürəcək. Mən Etibar bəy həbs eləyə bilərəmmi bu gün? Xeyr. 100% bilsəm də həbs eləyə bilmərəm. Çünki ortada əməl yoxdur. Allahda da eynən bu cürdə. Allah bizi birbaşa aparıb cəhənnəmə atsa, ortada əməl yoxdur. Allah nəyə əsasən bizi atacaq? Əməl olmalıdır. Deyəcək, mən bilirdim sən bunu eləyəsən, ona görə atdım. Bu yanlış olardı. Allah bizim Təbii. Allah bizim özümüzə sübut eləmək üçün bizi sınağa çəkir və özümüz azad iradəmizlə addımlarımızı atırıq və bunun əsasında müəyyənləşdiririk ki, biz cənnətə gedəcəyik ya cəhənnəmə. Bu bizim, yəni əcəlimizdir də, belə deyək də. Xeyr, əcəlimiz deyil, azad iradəmizdir, öz seçimimizdir. Yəni belə deyək də, bizim həyatımız başdan sona qədər bizim əcəlimiz sayılır da, yəni qədərimiz. Hə. Yəni bizim qədərimiz bəlirlənib axı İsra 99-da. Bir dəqiqə. Maşallah xeyli ayı ilə gəlmisiniz. Sıra 99. Və onlar Allahın səmaları və yer üzünü yaratdığını və onların bir mislini daha yaratmağa qadir olduğunu görmürlərmi? Onlar üçün onda şübhə olmayan bir vaxt bəlli elədik. Buna rəğmən zülm edənlər sadəcə inkar edənlərdir. Okay, burada nə? Yəni vaxt təyin elədik deyir. Bu demir ki, azad iradələrini məhdudlaşdırdıq. Bunların yerinə qərar verdik. Yox. Əgər bir vaxt təyin edilibsə, əvvəldən bir zaman təyin edilibsə, qədər təyin edilibsə. Yox, qədər yox. Bax, vaxt təyin eləmək. Qədər zaten o elə bir zaman anlamına gəlir də. Bir qədər, yəni biz bunu edə biləcəyik. Bu qədərdən artıq nəsə edə bilməyəcəyik. Vaxtımız budur bizim, yəni. Yox, əlbəttə ki, bir məhdudiyyət var da bizim üçün. Misal üçün mən tutalım ki, deyim də, mən deyim ki, Allah bizi azad iradəli yaradıb. Mən divanın içindən keçəcəm o tərəfə. Bu belə deyil də. Bir dənə bizim bu materiya aləmində bizim ümumi məhdudiyyətlərimiz var. Mən deyim Allah məni azad iradəli yaradıb, 20-ci mərtəbədən atım özümü aşağı, mən sağ qalacağam. Bax bu hədd dediyimiz şey bu qanunlardır, fiziki qanunlardır ki, o qanunlardır bizim üçün həddi təyin edən. Yəni burada Allah azad iradəmizi almır əlimizdən. Tamam, okey. Yəni belə deyək də, Allah həmçinin bizə azad iradə verməyinə baxmayaraq, biz azad iradə ilə nə edəcəyik onu da bilir. Bilir, əlbəttə bilir. Hə, bəs bizə yazığı gəlmir ki, o bilir ki, bizi hansı tərəfdən yanaşın buna? Bizi bədən olaraq yaradan Allahdır, düzdür? İslam'a görə. Həmçinin bizə mənəvi potensialı verən də Allahdır. Biz müəyyən mənəvi potensialımız gücü ilə, düşüncəmizin gücü ilə bizə Quran deyir ki, sizə ruh üfürüldü mən tərəfdən. Həmin bizə üfürülən ruhun gücü ilə biz həyatda seçimlərimizi edirik. Günah edək, yoxsa yanlış edək, düzdürmü? Günah edək, yoxsa savab edək, düzdür? Bizim ruhumuzu bizə verən, bizə düşüncəmizi verən, mənəvi olaraq o potensialda yaradan biraz olmazdı ki, artıq potensialda, artıq mənəviyyatda yaratsın ki, biz günah eləməyək. Bəlkə o artıq mənəviyyatda yaradıb, biz o mənəviyyatı doğru istifadə eləmirik. Amma Nuh surəsi 24-29 arasında Nuhun duası var. Nuh 24. Bəli, Nuhun duası var. Deyir ki, sən əgər kafirləri məhv etməsən, onlar kafir oğul uşaq doğub törədəcəklər. Yəni uşaqlar günahkar yaradılır. Yox, günahkar yaradılır demir. Yox, ayədə mən ayəni deyirəm. Mən Qurandan kənar hesab Nuh necə? Nuh 24 ilə 29 arasına baxın. 27-dədir. 28 ayədir Nuh surəsi. Bilirəm, 24-dən 29-a qədər o aralıqda. Yox, 28 ayədir, 29. 28-ə qədər. Üzr istəyirəm, 28-ə qədər. Və beləcə çoxunuzu dəlalətdə buraxmış oldular və zalimlərin dəlalətdən başqa bir şeyini artırma. Nuh dedi. Onlar xətalarından dolayı boğuldular. Sonra alova atıldılar. Artıq özləri üçün Allahdan başqa bir köməkçi tapa bilməzlər. Və Nuh, Rəbbim, yer üzündə kafirlərdən gəzən bir heç kimi sağ buraxma dedi. Mütləq ki, əgər sən onları sağ buraxsan, sənin qullarını dəlalətə düşürəcəklər və fəcir kafirdən başqa cür evlad türkçə deyə burada
Fəcir kafirdən başqa evlad doğmaz. Yəni hətta övladları da kafir kimi Bəli, doğurlar. övladlar da kafir olacaq. Yəni burada məsələ yenə də deyirəm, kafir insanın övladı kafir kimi doğulur mənasında deyilmir. Yəni burada əvvəlində deyir ki, bircə dəqiqə sənin qullarını da dəlalətə düşürəcəklər. Yəni onları yanlış yerə sövq eləyəcəklər. Uşaq da elə bir şeydir ki, uşaq ailə tərbiyəsində gördüyü şeylərlə böyüyür və ayənin də dediyi bəsbəllidir. Yəni dəlalətə düşürəcəklər başqa qullarını da. Yəni uşaq doğulacaq o ayədə, o ailədə uşaq olacaq bunun. Və o tərbiyə ilə böyüyəcək və böyüyüb bu olacaq o da o tərbiyə ilə böyüdüyünə görə. Orada tərbiyə yox, mənəvi DNT keçidi nəzərdə tutulur. Hansı ki, Kəhf surəsində də var o. Uşağı öldürür. DNT keçidi? Hə, DNT keçidi nəzərdə tutulur. Kəhf surəsində deyir, atası əməli salihlərdən idi. Uşaq orada o Allahın qulu tərəfindən öldürülür. Ha, o deyir atasının anasını küfrə aparacaqdı ona görə. Burada atası anası kafir deyil axı onların. Hətta mən də onu deyirəm ki, kafir olmasa da uşaq kafir doğulub. Düzdür? Yəni kafir doğulmayıb. Bax orada öncəliklə bir şey deyim. Etibar ver. Nəzərinizə çatdırım ki, sualdan çox yayınmışıq ha. Yəni o qədər çox Sual yayınmışıq nə idi? ki, kainatı niyə yaratdı? İndi onun cavabını verdim, bilmirəm. Və ondan törəyən bir sual var ki, Allahın sifətləri var da. Məsələn, Xaliq sifəti var. Xaliq, yaradan. Bunun daimi yaradandır. Düzdürmü? Daimi yaradan. Yox, Xaliq sifəti başqadır. Xaliq bir şeydən başqa bir şey yaradandır. Tamam olsun. Zaten bunu elmdə deyir ki, yoxluq yoxdur. Halbuki Quranda deyir ki, yoxdan yaratdıq. Yəni yoxdan var olmur, var olanda heç vaxt yox olmur. Sadəcə şəkilləri dəyişir. Yoxluq yoxdur. Bəli. Fizika bunu, yəni kainatımızda deyir də yoxluq yoxdur. Ümumiyyətlə hər bir şey üçün ümumi necə deyə bilər? Baxın, etibar ver. Çox xahiş edirəm. Kainat üçün, bəli, kainat elə hər şey deməkdir. Fizikanın çalışma meyarı haradır? Kainat. Düzdürmü? Bu iddiasının kainat üçündür. Bəli, bu kainatdan kənar yoxluq yoxdur iddiasını verə bilməz zaten fizika. Bunu fəlsəfə verir. Zaten artıq kainatdan kənar bir yer yoxdur iddiasını verir. Çünki sonsuz olan varlıq elə bir olur. Ən böyük, ən sonsuz olan varlıq birdir. Bir varlığın vahid olması üçün o sonsuz olmalıdır. Bir varlıqdan kənarda nəsə bir varlıq olursa artıq o sonsuzluğunu itirir. Kənarda olsa əlbəttə. Aha, fərqi yoxdur. Ondan o mənəvi olsun, biz maddi olaq, o maddi olsun, biz mənəvi olaq. Sonsuz qəbul olunmur axı. Mən varlıq olaraq nəzərdə tuturam. Fərqi yoxdur, mənəvi varlıq olsun. Allah mənəvi varlıqda, düzdürmü? Metafizik deyil. Metafizik varlıq. Fərqi yoxdur, fiziki varlıq, metafizik varlıq olsun. Hər hansı bir varlıqdan kənarda, yəni ondan başqa bir varlıq olursa artıq o təkliyini itirir. Ondan kənarda olsa, hə? Kənar olmasa da belə, ondan başqa olsa, biz başqayıq da, biz Allah deyilik ki, düzdür? Başqa da, ümumiyyətlə burada məsələ var. Bu iddialar ki var, kənarda, başqa, daxilində, xaricində. Bunlar ümumiyyətlə Allaha aid suallar deyil. Bax, misal üçün mən sizə sual verirəm, xahiş edirəm mən cavab verim. Deyirəm ki, Etibar bəy, bu masa var, bizim oturduğumuz masa. Qeyrətli masadır, yoxsa qeyrətsiz masadır? Siz mənə nə deyirsiniz? Zarafat olaraq, yoxsa ciddi olaraq? Yox, ciddi soruşsam. Ciddi olaraq deyərəm ki, o masa tam dərinlə enim deyim, tam dərinlə. Nə istəyirsiniz? Mən bir dənə deyim, qeyrətlidir ya qeyrətsizdir? O əgər bizim onunla münasibətimizə baxır. Çünki o şuurlu olan zərrələrdən ibarətdir. Yəni doğrudan inanırsınız ki, bu stolun, bəli, yəni qeyrət anlayışı ola bilər. Qeyrət sözü siz yəni qeyrət deyərkən onun belə deyək də çətin anda dirənişini nəzərdə tutursunuz da. Yox, mən konkret dediyim şey qeyrətdir. Yəni namus qeyrətdən söhbət gedir. Bəli, hə, namus qeyrətdir. O qayrət mənasında demirəm o. Hə, namus qeyrət. Və yaxşı sual belə qoyum. Bu qələm əxlaqlı qələmdir, yoxsa əxlaqsız qələmdir? Yenə də deyirəm, tam dərinlə də sizin ona münasibətinizə baxır. Yəni bu qələm məndən əxlaqlı və ya əxlaqsız davrana bilər. Bəli, hətta avtomobil də belə əxlaqlı və ya əxlaqsız davrana bilər. Əgər sizin günahınız varsa, bunu mən demirəm. Bunu Quranda 42-ci surənin 30-cu ayəsində deyir. Deyir, sizin başınıza gələn hər bir müsibət öz əllərinizə qazandığınız günahların cavabındandır. Yox, insana aid. Mən insandan demirəm. Mən sual verirəm. Deyirəm, bu qələm əxlaqlı qələmdir ya əxlaqsız qələmdir? Mən bir də sualıma cavab verin. Yenə də deyirəm, sizin ona tam fəlsəfi yanaşsaq, yox, dünyəvi yanaşsaq,
O ona tabe deyil. Fəlsəfi bax, Fəlsəfi çox yanaşsa maraqlı sizin deyil. ona münasibətiniz Etibar var. doğrudan mənim üçün maraqlıdır. Fəlsəfi buna necə əxlaq meyarlara aid eləyə bilərik? Bilmək istəyirəm də. Əxlaq sözü elə xilqət sözü ilə eyni köçür. Xuliq kökündən. Aha, Xuliq yaradılış. reflektiv, bəli. Hər bir varlıq digər varlığın ona münasibəti ilə ona münasibət göstərir. Məsələn, əgər bir varlıq günahkar varlıqdırsa, bir varlıq hətta bu qələmə belə zülm eləyirsə, bu qələm bir gün ona qarşı əxlaqsızlıq eləyəcək. Nə əxlaqsızlıq? O əxlaqsızlıq eləyəcək ki, məsələn, şəkillənərək, maddə şəkillənir axı. Şəkillənərək yerə düşəcək, əyilib götürmək istəyəndə başı dəyəcək həmin adamın stola. Bütün varoluş mənəvi olaraq yəni, o əxlaqsızlığı o qələm eləmədi, axı kainat elədi. Mən deyirəm qələmin əxlaqsızlığı nədir? qələm də kainatdan ayrı deyil ki, kainatın bir hissəsidir. Yəni əgər bu cür yanaşırsınızsa məsələyə ki, məsələn, qələm əxlaqlı və əxlaqsız ola bilər, onda yəni o tanrı konsepsiyasından bir şey demirəm. Yəni sizin başa düşdüyünüz tanrı təbii ki, o tərəfi, bu tərəfi ola bilər, ona görə anlayış göstərir, amma məncə bu Mən qələmə əxlaq xüsusiyyəti aid eləyir. Dünyəvi olaraq yox, o xüsusiyyət verilmir. Amma mənəvi olaraq bəli. Mənəvi olaraq da verilmir. Zaten heç bir fəlsəfə məktəbi bu qələmə şey aid eləyə bilməz. Əxlaq konsepsiyası aid eləyə bilməz. Bu sizin subyektiv fikriniz ola bilər. İndi yenə də bu sualdan yayındıq. Varoluşu yaratmamışdan əvvəl Allahın tək olduğu bir an olub Allah üçün. Bizim üçün zaman bəli. İndi deyəsiz ki, Allahla bizim zamanımız eyni deyil. Allah zamana tabe deyil. Tabe olmasa da belə Allahın tənha olduğu zaman olub. Bilmirəm. Bəs axı bu Qurandan bunu tapmaq lazımdır. Qurandan bunu araşdırmaq Mən lazımdır. heç araşdırmamışam. Bilirsiniz niyə görə Etibar bəy? Çox üzr istəyirəm də orada. Ya mənə nə qədər maraqlı ola bilər ki, Allahın tək olduğu vaxt olub ya olmayıb. Yaxud məsələn Allah məni yaradıb, düzdür? Atıb bura, dünyaya. Misal üçün deyirəm buna. Mənim üçün artıq maraqlı deyil ki, Allah məni bura niyə atıb. Mənə maraqlıdır ki, mən burada nə edəcəm? Mən burada nə işlə məşğul olacağam? Mən necə xilas olacağam? Mənə maraqlı olan budur. İndi deyirsiniz ki, Allahın tək olduğu bir vaxt olubmu? Mən bunu bir də tam səmimi soruşam sizə. Mən bunu necə bilə bilərəm? İslam əgər özünü kamil din olaraq göstərirsə və İslamı cəmaata kamil din olaraq təqdim edənlər varsa, o təqdim edənlər o cəmaatın bütün suallarına cavab verə bilməlidirlər. Xeyr. Bəli. Xeyr. Əgər onlar o suallara cavab verə bilmirlərsə, həmin o insanların İslamı təqdim edən insanlara inanmamaq haqqı olur. Yox, mən bununla razı deyiləm. Siz niyə görə? Çünki ümumiyyətlə bəzi suallar var ki, bunlar dinin cavab verəcəyi suallar deyil. Misal üçün, mən deyirəm ki, məsələn, bir xristiyanla oturmuşam, deyirəm ki, sənin dinin kamil dindirsə, mənə də görüm, misal üçün, dinozavr növlərin hamısı mənə bir adını say İncildən. Bunun nə aidiyyatı var da? Yəni bu kitabın meyarı bu deyil axı. İncilin meyarı bu deyil ki, mənə dinozavrlardan saysın. Eləcə də Quranın meyarı ki var. Biz deyirik ideal din budur, İslamdır idealı. Bunu rasional müzakirə eləmək olar. Amma siz mənə sual versəz ki, Allahın tək olduğu vaxt var idimi? Nə bilim Allah nəuzubillahi səhər yeməyində bölüşkan mürəbbəsi yeyib. Mən bunları hardan bilim? Bilmirəm axı mən bunları. Misal üçün deyirəm, bu misalları verirəm mən. Ya da nə bilim Həzrət Cəbrail nəuzubillah qanatları neçə metrdir? Mən bunu bilə bilmərəm. Onda belə çıxır ki, inancınızın istinad nöqtəsi Qurandır da. İmanımın istinad nöqtəsi Qurandır, amma bunlar mənim iman məsələlərim deyil. Yəni təməl kitabı İslamın Qurandır da, düzdür. Belə çıxır ki, Quranda biz suallarımıza tam cavab tapa bilmirik. Baxır suala da. Əlbəttə ki, bax təməl mən məsələn çox üzr istəyirəm. Mən Euro 2000 misal üçün deyirəm, Avropa çempionatı 2020-ni kimin qazandığı mən Qurandan tapa bilərəm. Yox, onun belə deyək də bizim yaradılışımıza Allaha bir bunu da Allah yaratmamışdan əvvəl tək idea yox idi. Bunun bizim yaradılışımızda nə kimi bir əlaqəsi var bu suala? Mən də onu deyirəm ki, o tək olduğu vaxt, varoluşu yaratmadığı vaxt xaliq deyildi.
Yəni yaradan Yox, deyildi. əgər onu soruşursunuzsa, yox, Mən ora xaliq idi. gətirirəm. Xaliq idi. Niyə görə? Aha. Çünki xaliqlik bir xüsusiyyətdir. Yaratmasa belə xaliqdir. Yox, amma bir dənə məsələ Amma var. çox üzr istəyirəm. Allahın xaliqlik sifəti isə yaratdıqdan sonra aydın oldu. Başa aşkara çıxdı. Amma ona qədər də xaliq idi Allah. Amma burada bir məsələ var ki, əzəli və əbədi varlıq bütün sifətlərini elə əzəli və əbədi olaraq özündə daşıyır. Daşıyır da. Bəli. Amma varoluşu yaratmadan öncə Allahdan digər nəyinsə olmadığı vaxtda, belə deyək də, indi mən vaxt deyirəm, zaman deyirəm, bu Azərbaycan dili yenə də deyirəm. Tam güclü bir ərəb dili kimi, məsələn, rus dili kimi böyük bir söz kütləsinə, fars dili kimi böyük bir söz kütləsinə malik deyil deyə bunu tam izah eləmək olmur. Tamam. Yəni Allah tənha olduğu zamanda onun üçün, Allah anı üçün bir an da olsa tənha olduğu zaman olubsa, həmin an o xaliq olmayıb. Yox. Ona görə ki, o yanlış, əzəli yanlış. və əbədi dayanmadan xaliqdir. Dayanmadan, kəsintisiz xaliqdir o. Kəsintisiz. Yox. Onun xaliq sifətinə sahib olması o demək deyil ki, o heç vaxt yaratmadığı dövr ola bilər. Ümumiyyətlə bu sual yanlış sualdır ki, yəni yaratmadığı dövr olubmu? İslam Yenə də ona nə deyirəm, deyir? dövr məsələsi bilmirəm. Yəni bu mövzu mənim yəni araşdırma sferamdan o qədər kənardadır ki, yəni mənim heç vaxt maraqlı olmayıb mövzuatı. Amma din sözü o Maliki Yevmiddin deyir, yəni haqq hesab mərhələsinin sahibi. Bəli. Yəni din özü haqq hesab deməkdir. Bizlə yəni Bəli. Amma bunun üzərindən haqq hesab eləməyəcək də Allah. Ha, indi bir məsələ var ki, biz əgər bu cür ağır imtahana, həyat çətin bir şeydir. Həyat Bəli. ağır bir imtahandan ibarətdir də indi İslam inancına görə. Deyir onlar ayədə deyir ki, çətinliyə düşmədənmi iman etmələrini oxumusunuz da, yəni çətinliyə düşmədənmi elə biləcəklər ki, hə iman. İndi onu tam əzbər dəqiq bilmirəm, çox yadımdan çıxıb. Bu çətin imtahana düşmüş bir insan haqqı çatmır ki, soruşsun ki, niyə? Yox. Haqqı çatmır. Yox. Nə dərəcədə ədalətlidir bu? Ya ədalət meyarına və yenə də deyirəm, biz ədaləti müəyyən eləməmiş, yapışmışıq Allahın yaxasından ki, sən bu elədin ki, ədalətsizdir. Biz əvvəl ədaləti müəyyənləşdirməliyik. Bu ədalət dediyimiz anlayış Allah üçün hansı müstəvidə keçərlidir, bunları müəyyənləməli. Artıq ondan sonra deyə bilərik, bu şey ədalətlidir, ədalətsizdir. Ancaq bundan sonra bunu müzakirə eləmək olar. Çox bəsit halda buna misal verim. Bir imtahana, məsələn, institut imtahana biz girəndə, orada biz bilirik ki, biz nə vaxtdan hazırlaşıb gəlmişik, bizim məqsədimiz nədir, bu imtahandan keçsək hara gedəcəyik, keçməsək hara gedəcəyik və bizi bu imtahana niyə gətiriblər. Bütün bunların hamısı bizə bildirilir. İnsan türü olaraq, insanlar olaraq bizə bunu edirlər. Yəni Allah da insandan daha kamildir, amma bizə bu düşdüyümüz imtahanın məqsədini demir. Nə dərəcədə ədalətlidir? Yəni bu ədalət deyəndə də ədalətin meyarı da budur ki, özümə rəva bilmədiyimi sizə rəva bilmirəm. Yox, belə bu dərəcədə sadə. Meyarı bu deyil. Sadə halda deyirəm. Mən o qədər misal çəkə bilərəm ki, özünüzə rəva görmədiyinizi başqasına görə bilməzsiniz, amma ədalətli bir şeydir bu. Yəni tonla misal vermək olar buna. Ədalətli bir şeydir, bəli. Məsələn, bir misal verim. Deməli özümə rəva bilmədiyimi başqasına rəva bilmərəm söhbətindən gedir. Ki, deyirsiniz bu ədalətlidir ki, mən bir şey özümə rəva bilmərəm, başqasına da. Məsələn, təsəvvür edin ki, mən bir adam öldürmüşəm, ya da siz bir adam öldürmüsünüz və sizə ömürlük və yaxud edam cəzası verilir. Edam, öldürdüyünüz adamın cəzası olaraqsa edam cəzası verilir. Mən bu şeyi edam stolunda olmağımı özümə rəva bilərəmmi? Əgər Cinayət eləmiş olsam belə istəyərəmmi bunu? Əgər onu istəməyə bilərsiniz maddi olaraq, instinktiv olaraq istəməz. Amma vicdan ondan qalan ömür boyu sizi ölümdən daha pis hala salar. O heç, orası özündən. İnsan var özünü öldürür. Bildim, mən edam stoluna çıxmağı istəmərəm. Amma sizin ora çıxmağınız ədalətlidir. Mən özümə rəva bilmədiyim, məsələn, sizə ölüm hökmü versəm, mən özümə istəmərəm ki, bu verilsin, amma sizə ölüm hökmü verirəm. Bu ədalətlidir. Yəni ədalətin meyarı özüm üçün istəmədiyimi sənin üçün də istəməyim deyil. O hakim ədalətsizlik eləyir də. Niyə ədalətsizlik? Ona görə ki, hakim
özünə rəva bilmədiyini hansısa bir məhkuma Yox, qanun rəva bunu tələb bilir. edir axı. Qanun tələb edə bilər, işləməsin o işdə. Hansı işdir? Məsəl üçün haqsız qanunlarla əgər bu qərar çıxaracaq bir işdə işləyirsə işləməsin. Bu haqsız niyə olsun ki? Baxın. Aha. Məsələn 5 nəfər adam öldürüb bir nəfər terroristdir. Bu niyə öldürülməsi niyə haqsız olsun ki bunun? Yox, mən onun öldürülməyini demirəm. Bildim. Haqsız- Yəni istənilən halda orada oturan hakim heç vaxt bu şeyi özünə rəva bilməz. Edam stolunda olmağı özünə rəva bilməz. Məsəl üçün İstəməz. Məsələn adam var piyadanı magistranın ortasında qaça-qaça keçir, vurur, öldürür. Düzdür? Buna görə ölüm tuturlar. hökmü zaten verilmir. Yox, tuturlar onu. Ölümdən betər edirlər də 12 il, 13 il basırlar. Bildim. Bu mövzumuz bu deyil. Mən sırf ölüm hökmündən danışıram. Mən deyirəm ki, sizin ədalətə dediniz də, ədalətə verdiyiniz açıqlama yanlışdır. Bu ədalət deyil. Ədalət nə deyirsiniz konkret olaraq? Hər şeyin doğru yerdə olması. Ədalət dediyimiz şey budur. Hər şey doğru olmalıdır, yerində olmalıdır. Zaten özünə rəva bilmədiyini başqasına da rəva bilməyəndə bütün struktur oturur da yerinə. Hər şey doğru yerində olur. Yox, doğru olmur axı. Baxın, Niyə də mən sizə yəni demək yüzlərlə bununla bağlı misal çəkə bilərəm. Sizə bir misal çəkim. Koğuşdakı möcüzə filmi var. Baxmısınız ona? Qız olur. Çox dəhşətli bir vicdani filmdir də, yəni dəhşət bir filmdir. Orada görürsüz, orada o qızını öldürən gedir edamda özünü öldürtdürür orada. Bu filmdir. Mən real həyatdan o real misal həyatdan, çəkirəm. elə real həyatdan qalsa, filmlərdə o qədər belə nüanslar var ki, bunlar amma real həyatla oturmur. Nəzərə alaq ki, elə o real həyatdan götürülüb. Hə. Mən- O qədər özünü, vicdanını tab gətirməyib öz-özünü öldürənlər var ki. Var, bunlar nə qədərdir? Demək ki, onlar elə tam ədalətlidirlər ki, onu eləyə bilirlər. İnsan adil olduğu. Ədalətli deyil, bu vicdanlı ola bilər. Vicdan vücud sözündəndir. Vicdan bizim tarix boyu təcrübələr nəticəsində vücudumuzun bu yaxşıdır, bu pis qərarına gəldiyindən törüyüb. Aha, bəli. Hə, amma vicdandan daha üstün olan oji Yəni mənəviyyatdan gəlir. vicdan və əxlaq yaxşı ilə pisi müəyyən eləyir, düzdürmü? Vicdan bəzən yaxşı ilə pisi müəyyən edə Tamam. bilmir. Doğruları da bəzən müəyyən eləyir, qarışıqdır. Amma ədalət sırf doğru və ya yanlışı müəyyən eləyir. Yaxşı və pisi müəyyən eləmir. Ədalət vicdandan daha güclüdür. Tamam, bildim. Mən sizə başa düşdüm. Deyirəm ki, ədalət budursa sizin verdiyiniz izah mövzudan çox uzaqlaşırıq. Mən istəmirəm Mən burada çox ilişək bəli, qala. bəli. Hə, yəni nəticəndə də bu çox ilişib qalıq bəzən bir mövzudan. Heç zaten istəmirəm birinci mövzudan çox ayrılaq və bir də sizin mövzuya dair verdiyiniz suallar elə suallardır ki, yəni məcbur mən olsa mənim ona bir dənə cavabım var, bilmirəm. Yox. Ondan sonra mən məcburam artıq bu xırda təfər. Mən ümumiyyətlə düşündüm ki, biz debat eləyəndə biz elə mövzudan debat eləyəcəyik ki, biz ağılla, məntiqlə bir həqiqət meyarı tapa biləcəyimiz bir şey üzərindən. Amma burada sizin verdiyiniz suallar elədik. Yəni burada heç vaxt mən bunu nə ağılla, nə məntiqlə, nə ayətlə, yəni bunları bilə bilməyəcəm mən heç vaxt. Ona görə də yəni o suallar ki var, təməl suallar. Bunlara cavabım odur ki, bilmirəm. Amma sizə bildirim ki, yəni hər adamın da işi deyil ki, bilmirəm deyə bilsin. Yəni bu böyük təvəzzökarlıqdır. Mən bunu alqışlayıram, yəni. Təşəkkür edirəm. Kaş ki bu sualları bilən istər İslam alimi olsun, istər filosof olsun, bizə də öyrətsin. Yəni bu sualları mənim də vermək məqsədim nəyisə yanlış çıxarmaq bu deyil, öyrənməkdir. Yəni fakt fəlsəfədə bəlkə də ən möhkəm, ən sarsılmaz suallar bunlardır, hansı ki bunu nəinki Quranda, İslamda, xristianlıqda heç bir dini kitabda, heç bir əqidədə cavablarını tapmaq olmur. Mümkün deyil zaten. Ben deyirsə kimsə bilsəydi bunu bizə deyərdim. Bəli. Bunu sizə deyən adam Allahın məqsədini deməyəcək. Öz başa düşdüyünü deyəcək. Bax misal üçün deyirəm. Bax Etibar bəy, təsəvvür eləyin ki, Elvin məsələn bir nəfərə küçədə 10 manat pul verdi, misal üçün. Və bizdə sual yarandı. Bunu misal olaraq verirəm. Sual yarandı ki, Elvin görəsən 10 manatı niyə verdi? Mən deyəcəm ki, Elvinin borcu var idi o adama. Ona görə verdi. Məqsəd borcu qaytarmaq idi. Siz deyəsiniz ki, yox, məncə Elvin səxavətli insandır. Ona sədəqə kimi verdi. Biri qayıdıb deyəcək ki, yox, məncə Elvinin ona nəsə işi düşəcək 3-4 gündən sonra ondan istifadə eləmək üçün verdi. İndi burada məsələ nədir? Bizim iddialarımızdan hər hansısa biri doğru ola bilər ehtimal olaraq, düzdürmü?
Doğru ola bilər hansısa biri iddialarımızın. Ehtimalı var da, doğru olma ehtimalı var. Qurandakı iddiaların Yox, heç onu birinin demirəm. doğru olma ehtimalı yoxdur. Yox, onu demirəm. Mən deyirəm Elvin pul verdi. Hə, Misal bu üçün. mövzuda, hə. Bəli. Aha. Biz dedik, hərəmiz bir fikir səsləndirdik. Bunun hansı həqiqət ola bilər? Amma bu üç iddiadan biri mütləq həqiqətdirmi? Yox. Mütləq həqiqəti kim deyəcək bizə? Elvin ancaq özü bizə deməlidir ki, özü bizə deməlidir ki, bax, mənim pulu vermə məqsədim bu idi. Ancaq onun məqsədi bizim üçün obyektiv məlum olar. İndi bu Allah haqqında verilən niyə suallarda bununla bağlı verilən bütün cavablar olur subyektin öz cavabı. Məsələn, Etibar bəy bu cür düşünür, Elvin bəy bu cür düşünür, Ziya bu cür düşünür. Məsələn, Əli bu cür düşünür, Vəli bu cür düşünür. Amma bunların hər birinin həqiqət olma ehtimalı olsa da, heç biri həqiqət deyil. Həqiqət ancaq Allahın bizə açdığı məqsəddir. Allah öz açmalıdır bu məqsədi bizə. Bəs niyə açmır? Onu da bilmirəm. Hə, bu da. Bax, burada da artıq bu sual var, niyə açmır? Bu da Allahın məqsədinə gedən sualdır deyə bunu da Allahdan soruşmalıyam mən. Ya da açıqdan mesaj olaraq hələ ki. O da ola bilər. Bilmirəm. Hə, bəlkə axirətdə deyəcək budur, nə bilim mən. Həqiqətən də bu gün burada sizinlə birgə olmaq, sizin bu gözəl müzakirənizi dinləmək mənim üçün də xoş oldu. Təşəkkür edirəm ki, moderator olaraq da məni dəvət elədiniz. İnşallah düşünürəm ki, hərə öz fikrini lazımlı qədər çatdıra bildi, izah eləyə bildi. Dəyərli izləyicilər, bugünkü debatımız bu qədər. Əgər davamının olmasını istəyirsinizsə, rəyləri də yazarsınız özünüz. Həmçinin tərəflərin hansı iləsə özünüzün ayrıca bir fikrinizi bölüşmək istəyirsinizsə, şəxslərinə də müraciət eləyə bilərsiniz. Qeyd edim ki, qonaqlarımız Ziya Balıyev, Onlara De platformasının qurucusu, yaradıcısı, şiə müsəlman və araşdırmaçı Etibar Tağıyev idi. Görüşərik, hələlik.